Salam. Toplu ikinci hissə isbat məsələləri. Birinci sual. Alfa plus beta plus gamma bərabərdir 360 dərəcə. Olarsa bu ifadənin bərabərliyi olduğunu isbat edin. Gammanı sağa keçirsəm, alfa plus beta bərabərdir 360 minus gamma. Mənim ixtiyarım var ki, hər iki tərəfi tangens verildiyinə görə tangensləyirəm. Tangens. Olur belə. Tangens alfa plus beta bərabərdir tangens 360 minus gamma. Tangens alfa plus betanı adi bildiyimiz toplama düsturu ilə açıram. Tangens alfa plus tangens beta 1 minus tangens alfa tangens beta bərabərdir. Tangens 360 minus gamma düşür 4-cü rübə. 4-cü rübdə tangens mənfidir. 360'dır deyə ad dəyişmir, olur tangens gamma. Çarpaz vursaq, olur belə. Tangens alfa plus tangens beta bərabərdir. Mənfi tangens alfanı vururam, bax bu ifadəyə. Tangens gammanı. Mənfi olur tangens gamma. Çıxılsın olmur artıq. Plus tangens alfa, tangens beta, tangens gamma. Bu ifadəni sola keçirsək, ifadəmiz bu şəklə düşür. Tangens alfa plus tangens beta plus tangens gamma bərabərdir. Tangens alfa vurulsun tangens beta vurulsun tangens gammaya. İspat olundu. İkinci sual. ABC düzbucaqlı üçbucağında verilənlərə görə kosinüs alfa bölü 2 bərabərdir bu ifadə olduğunu ispat edin. Kosinüs alfanı birinci yazaq. Kosinüs alfa bərabərdir bitişik katetin epitonuzan nisbətinə. Bax, verilmiş bu ifadəni sağlı sollu kvadrata yüksəldik. Olur belə. Kosinüs kvadratı alfa bölü 2 bərabərdir B plus C bölünsün 2C'yə. Dərəcəni aşağı salsaq, verir bizə 1 plus kosinüs alfa bölünsün 2. Kosinüs alfanın da yerinə B bölünsün C'ni yazsam, 1 plus B bölünsün C. Məxrəcdə 2 bərabərdir. C də C plus B bölünsün 2. Bölsək, C aşağı düşür, C plus B. Bərabərliyi ispat etdik. Oradan da bu ifadə bərabər olur B plus C bölünsün 2C'yə. İspat olundu. Üçüncü sual. A sıfırla B1'in arasındadır, B sıfırla 1'in arasındadır. Logaritma A əsasdan AB plus logaritma B əsasdan AB böyük bərabərdir 4 olduğunu ispat edin. Hasili mən toplama şəklində yaza bilərəm. Logaritma A əsasdan A plus logaritma A əsasdan B plus logaritma B əsasdan A plus logaritma B əsasdan B böyük bərabərdir 4. Logaritma A əsasdan A verir bizə 1. Logaritma B əsasdan B verir bizə 1. Plus bu iki ifadə qarşılıqlı tərs ifadələrdir. A əsasdan B, B əsasdan A. Belə bir misal üçün deyək, x plus x-də 1-in qiymətlər çoxluğu, qoşu bərabərsizliyi böyük bərabərdir 2-dən. Deməli, 2 plus bu ifadənin yerinə də yazsaq 2-dən müsbət sonsuzluğa böyük bərabərdir 4. Bu da verir bizə 2 plus 2-dən müsbət sonsuzluğa 2-nin üstə 2 gələndə 4, 4-dən müsbət sonsuzluğa. Verir bizə 4-dən müsbət sonsuzluğa. Yəni 4-dən böyük və ya bərabərdir. İspat olundu. Dördüncü sual. ABCD paralleqramı
paralleqramın tənbülənləri verilibdir. Bura alfadsa bura alfadır, bura betadsa bura da betadır. 2 alfa plus 2 beta bərabərdir 180, alfa plus beta bərabərdir 90 dərəcə. Alfa ilə betanın cəmi 90-dırsa, deməli bu üçbucaq düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın da sahəsi katetləri hasilinin yarısına bərabərdir. S üçbucaq bərabərdir AY vurulsun DY bölünsün 2. Bax bu fiqurun sahəsi, böyük paralleqramın sahəsinin yarısıdır eyni zamanda. S üçbucaq bərabərdir SABCD bölünsün 2'ye. Diagonalını çəksək, AC diagonalı çəksək. Bax, bu AC diagonalı da fiqurun sahəsinin yarıya bölünür. Demək ki, SABC üçbucaq ABC bərabərdir SABCD bölünsün 2'ye. Buradan da alırıq ki, bax bu hissələrə bərabərliyini götürsək, bax bu hissələrin olur belə. S üçbucaq ABC bərabər olacaqdır AY vurulsun DY bölünsün 2. Yəni ABC'nin sahəsi bayaq çəkdiyimiz bax bu fiqurun sahəsinə bərabərdir. İsbat olundu. 5-ci sual. Trapeziyanın oturacaqları AB'dir. AB'dən böyükdür, bir də şərt yazılıb. A-nın aşağıdır, B yuxarıdır. S təpəsindən keçən düz xətt M nöqtəsində kəsərək trapeziyanın sahələr eyni olan iki fiqura ayırır. Açar sözümüz budur. Sahələri eyni olan iki fiqura ayırır. Birinci bax bu fiqura baxaq, bu trapeziyaya baxaq. Bu trapeziyanın sahəsi. Trapeziyanın sahəsinə baxaq. AM plus B bölünsün 2 vurulsun H. Bu trapeziyaydı. S üçbucağın sahəsinə baxaq. Bax bu üçbucağın sahəsinə. Hündürlükdə çəksək. Olur belə. MD vurulsun H bölünsün 2. Bu fiqurların sahələri bərabərdir. Bu fiqurların bərabərliyini götürək. Buradan da A'dırsa AM bərabərdir A çıx MD. MD plus deməli AM-i mən ifadə edə bilərəm. Bax buradan yazım. AM bərabərdir A çıxılsın MD. A çıxılsın MD. Gətirək ifadədə yerinə yazaq. Deməli A çıx MD. Bax bunun yerinə yazdım. Plus B bölünsün 2 vurulsun H bərabərdir. MD vur H bölü 2. 2'lər getdi, H'lar getdi. Qalır belə. 2MD bərabərdir A plus B'yə. MD də bərabərdir A plus B bölünsün 2. AM bərabərdir. AM bərabərdir. MD'nin yerinə A plus B bölünsün 2 yazsaq, bax bu ifadədə yerinə yazsaq, demək olur A çıxılsın A plus B bölü 2. O da bərabərdir 2'də A minus B. İndi biz bu ifadələrin nisbətini tapmalıyıq. AM-in MD'yə nisbəti. AM bu ifadədir. 2'də A minus B bölünsün MD. MD də A plus B bölü 2'dir. Bərabərdir. Böləndə də olur A çıx B A plus B. İspat olundu. 6-cı sual. Hündürlüyü H olan trapeziyanın daxilinə çevirə çəkilmişdir. Biz bilirik ki, daxilinə çevirə çəkilmişsə, qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. C və D-nin cəmi C plus D-yə.
30 derece ve 45 dereceli bucaq əmələ gətir. Bura 30 derece olsun, bura 45 derece olsun. Hündürlüklər çəkək. Trapesiyanın hündürlükləri bərabərdir. Demək, bura h deyək. 30 derecelik bucaq qarşısına katet hipotenuzun yarısına bərabərdir. Bura olacaqdır 2h. 45 derecedirsə, bura h-dırsa, burada h-dır, burada h kök 2'dir. Deməli, a plus b bərabərdir 2h plus kök 2h. Buradan da h'ı ortaq çıxarsaq, qalır 2 plus kök 2. Fiqurun sahəsini tapmaq üçün oturacaqlar cəminin yarısı vurulsun hündürlük bərabərdir. Oturacaqlar cəminin yerinə h 2 plus kök 2 yazsam, bax bu ifadəni bölünsün 2 vurulsun h. Olur h kvadrat 2 plus kök 2 bölünsün 2. İspat olundu. 7. sual. Trapesiyalar o nöqtəsində kəsişir diagonalları. Bu üç bucaqların, deyək, bura bir S1 deyək, bura S2 deyək, bura S3 deyək, burada S4 deyək. S1 ilə S3'ün bərabər olduğunu deyir, ispat elə. S1 bərabərdir, S3 olduğunu ispat etməliyik. Bu üç bucağı götürək, bax bu üç bucağı. Bu üç bucağın sahəsini tapmaq üçün tərəf körbucaqlı üç bucaqdır. Tərəfə çəkilmiş hündürlük hasilinin yarısıdır. BS vur H bölü 2'dir. Digər üç bucağı götürsək, bax bu üç bucağı. Yenə də onun sahəsi BS vurulsun tərəfə çəkilmiş hündürlük. Hündürlüklər də bərabərdir, çünki trapesiyanın iki tərəfi paraleldir. Paralel düz xətlər arasındakı məsafələr bərabərdir. Yəni H1 bu olsun, H2 də bu olsun. Bərabərdir. BS vurulsun H bölünsün 2'ye. Bunun onda görürük ki, sahələri bir-birinə bərabərdir. Onda bayaqki kimi işarə eləmişdik. S1, S2, S3. Deməli, bax bu üç bucağın sahəsi S1 plus S2 bərabərdir digər üç bucağın sahəsinə S2 plus S3'ə. S2'lər hər iki tərəfdən silahlarımızı apardıq. S1 bərabərdir S3'ə. İspat olundu. 8. sual. ABCD paralelogramı üçün ABCD bərabər 2'də 1 AC vurulsun BD. Diagonallar hasili vurulsun sinus alfaya bərabərdir. Biz bilirik ki, paralelogramın diagonalları kəsişir. Kəsişmə nöqtəsində yarıya bölünür. A A'dır, burada B B'dir. Bu üç bucağın sahəsini tapaq. S üç bucaq bərabərdir 2'də 1 A vurulsun B vur sinus alfa. Bu birisinin sahəsini tapaq. Bura alfadırsa, burada alfadır. Biz də bilirik ki, sahəni 4 bərabər hissəyə bölür. Yəni, bu sahədən böyük fiqur 4 saydadır. Deməli, S paralelogram bərabərdir 4 vurulsun 2'də 1 AB sinus alfa. Biz nəyə gətirməliyik? AC BD'yə. A BD'nin yarısıdır. Onu belə yazaq. 2'də 1 dursun 2'də 1. 2A vurulsun 2B vurulsun sinus alfa. 2A'mız BD'ye bərabərdir. 2B'miz də, bax bu 2B, AC'ye bərabərdir. Vurulsun sinus alfa. Qarşıda da yazırıq 2'də 1. S paralelogram. S paralelogram bərabərdir. İspat ol. 9. sual. Bərabər yanlı trapesiyadır. Diagonalları perpendikulyardır. Diagonallarımız perpendikulyardır. Orta xəttin onun hündürlüyünə bərabər olduğunu ispat edin. Biz bir dənə paralel çəkək. Paraleldirsə, bura 90 derecədir. D1 yazaq bura. Bu birisi də D2'dir.
Bərabər yanlı trapesiyanın diagonalları bərabərdir. Bura D1-dirsə, bura D2-dir. Burada bir bərabər yanlı düzbucaqlı üçbucaq görürük. Bura A-dırsa, bura da A-dır. Burada B-dir. Düzbucaqlı üçbucaqda hündürlük həm median, həm də tən böləndir. Düzbucaq bərabər yanlı üçbucaqda hündürlük həm median, həm də tən böləndir. Deməli, hündürlük bərabərdir A plus B bölünsün 2'ye. Çünki düzbucaqlı üçbucaqda hündürlük bərabər yanlıdırsa, median tən bölən bərabərdir hipotenuzun yarısına. Bizdə də hipotenuzumuz A plus B verdiyi üçün A plus B bölü 2. Buradan da alırıq ki, H bərabərdir elə. Hündürlüyümüz orta xəttə bərabərdir. Bax, bunu aldıq. İspat 10-cu sual. M nöqtəsi götürülüb. AMB. Bura bir H1 deyək. Bu üçbucağın sahəsini tapaq. AMB üçbucaq bərabərdir. AB vurulsun H bölünsün 2. Digər üçbucağın sahəsini tapaq. CD, S üçbucaq, CMD bərabərdir. CD vurulsun H bölünsün 2. Bura H1 deyək, bura H2 deyək. H1, H2. Bunları toplasaq, ikisini bərabər toplasaq, verir bizə 2-də AB H1, CD H2. AB poliqram qarşı tərəfləri olduğundan, bax, AB tərəfi CD tərəfinə bərabərdir. Demək, olur belə 2, elə bu AB-ni ortaq çıxartdıq, H1 plus H2 olur. Bölünsün 2. Daha sonra digər üçbucağa baxaq. BC üçbucaq BMC. BMC bərabərdir. CY vurulsun H3 bölünsün 2. S üçbucaq AMD. AMD'ye baxaq. Onda H3 dedik, burada H4 deyək. Burada H3. AD vurulsun H3, H4 bölünsün 2. Bunları da tərəf-tərəfə toplasaq, CY ilə BC ilə AD bir-birinə bərabərdir. Orada da ortaq çıxartsaq, deməli, BC-ni ortaq çıxartsaq, qalır H3 plus H4 bölünsün 2. H1 ilə H2-nin cəmi, bax, bu H1 plus H2 verir bizə hündürlüklərdə H-anı verir. Biz qayda bilirik. A vurulsun H-a bərabərdir, B vurulsun HB-yə. İndi CD və yaxud da ki AB. AB vurulsun H. Bölü 2. Bərabər olacaqdır. AB vurulsun H bölü 2 bərabər olacaqdır. Digərinə baxsaq, BC H3 ilə H4-ün cəmi də HB-ni verəcəkdir. Bu H-adır. Demək, BC vurulsun HB bölünsün 2. Buradan da 2'lər getdik. A vurulsun H-a bərabərdir. BC vurulsun HB. Bu figurların sahələrini bərabər olduğunu ispat etdik. 11-ci sual. AO'nun OB'ye bərabərliyi verilib. DO'nun OC'ye bərabərliyi verilib. AD'nin BC'ye bərabər olduğunu, bax, bu iki hissənin bərabər olduğunu ispat edin deyir. Burada bax, bu üçbucağa baxsaq. Bir də bax, bu üçbucağa baxsaq. Qarşılıqlı bucaqlar olduğundan bucaqları bərabərdir. Bir üçbucağın iki tərəfi və onlar arasındakı bucaq, digər üçbucağın iki tərəfi və onlar arasındakı bucağa bərabərdirsə, bu üçbucaqlar kongruentdir. Deməli, tərəf, bucaq, tərəf əlamətinə əsasən
əsasən üçbucaq A, D, O və yaxud da ki AOD kongruentdir üçbucaq COB-yə və yaxud da ki BOC-yə. Kongruentdir bu üçbucaqlar. Kongruent üçbucaqların tərəfləri də AD bərabər olacaqdır BC-yə. BTB əlamətinə əsasən. Başqasını da deyə bilərik. Tutalım, bura bir x deyək, bura bir y deyək. Kosinuslar teoremini tətbiq edilə bilərik. Bura A deyək, bura B deyək, bura C deyək, burada D deyə bilərik. İkinci xassə x kvadratı bərabərdir a kvadratı plus b kvadratı çıxılsın 2ab kosinus alfa. Buradan da y-in kvadratı yenə bərabərdir. S'nin kvadratı plus d'nin kvadratı minus 2cd kosinus alfa. Burada b ilə c bərabərdir. A ilə C bərabərdir, B ilə də D bərabərdir. Deməli, bunların yerinə A yazsam, B yazsam, AB bərabər ifadələr alınır. Tərəf-tərəfə çıxsaq, x kvadratı çıxılsın y kvadratı bərabərdir 0 olur. X də bərabərdir y olur. Bu formadan da istifadə edə bilərsiniz. İspat olundu. 12-ci sual. İspat edin ki, bərabər yanlış bucağın oturacaqları və oturacağı indirmiş hündürlükləri kongruentdirsə, bu üç bucaqlar kongruentdir. Oturacaqlarımız bərabərdir. Bax, bu hissələr bərabərdir. Hündürlüklər bərabərdir. İspat edək. Bərabər yanlıdırsa, bura x-dirsə, burada x-dir. Bura y-dirsə, burada y-dir. Yox, bərabərdir. Bərabərdir. Bərabərdirsə, buralarda da x deyirik. Yan tərəflərinə birinə A deyək, birinə B deyək. Yan tərəfləri fərqli ola bilər. Əksini fərz eləyək də, bərabər yanlıdır. Bunun tərəfləri A olsun, bunun da tərəfləri, yan tərəfləri B. Pifaqor teoremini tətbiq edək. A-nın kvadratı bərabərdir H-ın kvadratı plus x-in kvadratı. B-nin kvadratı bərabərdir H kvadrat plus x kvadrat. Tərəf-tərəfə çıxsaq, alırıq A kvadrat, çıxılsın B kvadrat bərabərdir 0, A da bərabərdir B-yə. Deməli, bu üçbucaqlar kongruentdir. A, B-yə bərabərdir. İspat olundu. Üçbucaq A, B, C kongruentdir. Üçbucaq A1, B1, C1'e. On üçüncü sual. Bərabərlik verilib AC tərəfi bərabərdir AD tərəfinə. Sonra AB də AY'yə bərabərdir. AB tərəfi AY'yə bərabərdir. CBD'nin DYS'ye bərabər olduğunu ispat edin. Bax, bu bucağın bu bucağa bərabər olduğunu ispat edin. Diqqətlə baxsaq, A bucağı hər iki üç bucağın, bax, bu üç bucaq və digər üç bucaq, bax, bir də bu üç bucağın ortaq bucağıdır. Daha sonra bu C bucağı D bucağına bərabərdir. Bura bir alfa desəm, burada alfaya bərabər olacaqdır. Bu bucaqlarda, deyək, burada bir beta desəm, beta'ya bərabər. Burada belə bir şəkil var. Bax, belə bir şəkil var. Demək, bura qarşılıqlı bucaqlar olduğundan bərabərdir. Deyək, bura bir beta deyək. Bu da alfa bucaqlardır. Şu bucaqların bərabərliyinə əsasən bucaqları bərabər götürdük. Burada bir fi bucağı deyək. Fi bucağı deyək. Alfa, bura fi deyək. Bura bir gamma deyək. Bu gamma olsun, bu fi. Əksini fərz edək ki, bunlar bərabər deyirlər. Alfa plus beta plus fi bərabərdir 180 dərəcə.
alfa, burada betadır da, plus beta plus gamma bərabərdir 180 dərəcə. Tərəf-tərəfə çıxsaq, fi çıxılsın gamma bərabərdir 0-a, fi də bərabərdir gammaya. Biz ispat etdik ki, bucaq SBD, yəni fi ilə ifadə etdiyimiz bucaq kongruentdir bucaq DYS-yə. İspat olundu. 14-cü sual. Fiqurların tərəflərin bərabərliyini verib. Demək, diqqətlə baxsaq, burada 2 dənə üçbucaq var. Bax, biri bu üçbucaqdır. Biri də bax bu üçbucaqdır. Hər iki üçbucaqda A bucağı ortaqdır. Deməli, bura bir A desək, burada A'dır. Bu balaca yerə də B deyək. Bax, burada B deyək, burada B'dir. İndi o fiquru kəsib götürsəm, diqqətlə baxın. Deyək ki, burada A bucağıdır. Bura A'dır, bu hissədə B'dir. BD-ni tapaq. Kosinuslar teoremini tətbiq edək. BD-nin kvadratı bərabərdir. A kvadrat plus B kvadrat çıxılsın 2AB kosinus alfa. Kosinus bucaq A. Digər üçbucağı götürək. Bax, bu ikinci üçbucağı. Bax, bunu kəsib çıxardıram oradan. Demək, burada A'dır, bura B'dir, burada bucaq A'dır. Yenə də SY tərəfinə baxırıq. SY-nin kvadratı, yenə kosinuslar teoremi. A kvadratı plus B kvadratı çıxılsın 2AB kosinus bucağı. Tərəf-tərəfə çıxsam, olur. BD-nin kvadratı çıxılsın SY-nin kvadratı bərabərdir 0. Buradan da alırıq ki, BD bərabərdir SY-yə. İspat olundu. 15-ci sual. DAS DBS-yə bərabərdir. DAS. Bu bucaq DBS-yə bərabərdir. Bu bucağa bərabərdir. AO da BO-ya bərabərdir. Bucaq S də bucaq D-yə bərabər olduğunu ispat edin. Demək, bir üçbucağın bir tərəfi, bunlar da qarşılıqlı bucaqlar olduğundan bərabərdir. Bir tərəfi və ona bitişik iki bucağı, digər üçbucağın bir tərəfi və ona bitişik iki bucağına bərabərdirsə, bu üçbucaqlar kongruentdir. Kongruentliyin bucaq, tərəf, bucaq əlamətinə əsasən üçbucaq A, S, O kongruentdir üçbucaq B, D, O-ya. Kongruent fiqurların bucaqları da kongruentdir. Bucaq S kongruentdir bucaq D-yə. İspat olundu. 16-cı sual. OS-nin OD-yə bərabərliyi verilib. A və B bucaqlarının bərabərliyini verilib. Qarşılıqlı bucaqların xassəsinə əsasən, qarşılıqlı bucaqların xassəsinə əsasən, bucaq A, O, S kongruentdir bucaq B, O, D-yə. Bərabərdir. Bir üçbucağın iki bucağı, digər üçbucağın iki bucağına baxın. Hal-hazırda bu bucaqla bu bucaq bərabərdir. Bu bucaqla da bu bucaq bərabərdir. BB əlamətinə görə, bucaq əlamətinə görə üçbucaq A, O, S oxşardır üçbucaq B, O, D-yə. Üçbucaqlar oxşardır. Oxşar fiqurların tərəfləri nisbəti sabitdir. Deməli, iki bucaq bərabərdirsə, avtomatik S bucağı da D bucağına bərabərdir. Onda S-nin qarşısındakı AO, D-nin qarşısındakı BO bərabərdir. Bucaq A-nın qarşısındakı OS, bucaq B-nin qarşısındakı OD-yə. OD ilə OS bərabər ifadələr deyə ixtisarlarımıza aparsaq 1 qalır, olur belə. AO, BO nisbəti bərabərdir 1-ə. Buradan da AO bərabərdir BO-ya. İspat olundu. 17-ci sual. Bərabərliklər verilibdir. Buradan alırıq ki, ABCD paraleloqramdır. Qarşı tərəfləri bərabər verir. Paraleloqramdır.
Deməli, burada daxili çarpaz bucaqlar olduğuna görə bura alfadırsa, bura alfaya bərabərdir. Daxili çarpaz bucaqların xassəsinə əsasən. Bura betadırsa, burada betadır. Tənbülən daxı, poliqram qarşı bucaqları bərabərdir. Bura betadırsa, burada betadır. Bir üçbucağın iki bucağı, digər üçbucağın iki bucağı. Baxın, bu tərəf deyək A ilə ifadə edək, bu tərəf A ilə ifadə edək. Bir tərəf və ona bitişik iki bucağı. Bucaq, tərəf, bucaq əlamətinə əsasən üç bucaq A, B, Y kongruentdir. Üç bucaq C, D, F-ə isbat olundu. 18-ci sual. Verilənləri yazmağı artıq bilirsiniz. İsbata keçək. İsbat. Deyək ki, iki üçbucağımız var. A, B, C üçbucağı. Bir də A1, B1, C1 üçbucağımız var. Bizdən hündürlük və median. Hündürlük, median. M1 deyək, burada H1 deyək. Hündürlük, median. H2 deyək, M2 deyək. H2, M2. Bizə deyir ki, M1 ilə M2 bərabərdir. H1 ilə H2 də bərabərdir. Deyir, ispat edin ki, bu üçbucaqlar kongruentdir. Üçbucağın medianın xassəsinə əsasən M1 bərabərdir, BC bölünsün 2. M2 də bərabərdir, B1, C1 bölünsün 2. Buradan alırıq ki, BC bərabərdir, B1, C1. Sonra üçbucağın sahəsinə görə S bərabərdir, katetləri hasilinin yarısıdır, bir də S bərabərdir, tərəf-tərəfə çəkilmiş hündürlük hasilinin yarısına bərabərdir. Deməli, katetlər AB vurulsun AC bölünsün 2 bərabərdir. BC vurulsun H1 bölünsün 2'ye. Buradan da alınır ki AB vur AC bərabərdir. BC vurulsun H1'e. Eyni qaydanı ikinci üçbucaq üçün də yaza bilərik. A1, B1 vurulsun A1, C1 bərabərdir. B1, C1 vurulsun H1'e. Buradan da alırıq ki bu üçbucağın A1, B1'i bərabərdir AB-yə. AC1'i, A1, C1'i bərabərdir AC-yə. B1, C1'i bərabərdir BC-yə. Tərəf. Deməli, T əlamətinə əsasən üçbucaq ABC kongruentdir üçbucaq A1, B1, C1'ə. Bu qədər. İspat olundu. 19-cu sual. ABC və BD bərabər tərəfli üçbucaqlardır. ABC və BD bərabər tərəflidirsə bütün bucaqlar 60 dərəcə olacaqdır. 60 dərəcə, burada olacaqdır 60 dərəcə. AD, CD ispat edin ki, AD ilə CY bir-birinə bərabərdir. Biz buranı bir alfa ifadə etsək, buranı bir beta ifadə etsək, alfa ilə betanın cəmi 60 dərəcədir. Alfa plus beta bərabərdir 60 dərəcə. Onda məcburən mən buranı da alfa ilə ifadə etməliyim. Çünki bax bu bucaqların cəmi də, bax bu iki bucağının cəmi də 60 dərəcədir. Çünki DBY üçbucağına görə. Bura bir alfa yazdıq. Demək, alfa, beta, burada alfa. Bərabər tərəfli üçbucaqdırsa, bura bir A deyirəm, bu hissəyə A deyirəm, bu hissəyə də A deyirəm. Bax, bu A-ya bərabərdir.
Bura B deyirəm. Bura B-dir. Bu hissədə B-yə bərabərdir. B-yə bərabərdir. Burada iki üçbucaq var. Diqqətlə baxsaq. Bax, bu üçbucaq. Kəsdim, çıxartdım. 60 dərəcədir. A-dır, B-dir, alfadır. Bir də digər üçbucaq. Bax, bu üçbucaq. Burada AD-yə bərabərdir də yazaq. O üçbucağı da kəsdim, götürdüm. Demək, burada nə düşür? Alfa bucağımız var. B var. A var. Bir də SY var. Diqqətlə baxsaq, burada alfalar var. A var, B var. Bir üçbucağın iki tərəfi onlar arasındakı bucaq, digər üçbucağın iki tərəfi onlar arasındakı bucağa bərabərdirsə, konqruentliyin birinci əlamətinə əsasən, yəni tərəf, bucaq, tərəf əlamətinə əsasən üçbucaq A, B, D konqruentdir üçbucaq SBY-yə. SBY-yə konqruentdir. Konqruent fiqurların da tərəfləri, uyğun tərəfləri bərabərdir. AD bərabər olacaqdır SY-yə. İspat olundu. 20-ci sual. Kvadrat çəkilmişdir düzbucaqlı üçbucağın daxili ilə. Kvadratın tərəfləri AA, A-yə bərabərdir. Düzbucaqlıdırsa, bura alfadırsa, bura betadır. Alfa ilə betanın cəmi bərabərdir 90 dərəcə. Burada da perpendikulyar olduğundan, demək, bu N bucağını da beta ilə ifadə edirəm, K bucağını da alfa ilə ifadə edirəm. Burada belə bir üçbucaq almışıq. Üçbucaq ANM oxşardır üçbucaq BKP-yə. BKP-yə. Oxşar fiqurların uyğun tərəflərin nisbəti sabitdir. Betanın qarşısındakı AM, betanın qarşısındakı A. Alfanın qarşısındakı A, alfanın qarşısındakı BP. BP. Çarpaz vursaq verir bizə A kvadratı bərabərdir. AM vurulsun BP-yə. A da MP-yə bərabər olduğundan MP-nin kvadratı bərabərdir. AM vurulsun BP. İspat olundu. 21-ci sual. Bucaqların bərabərliyi verilib. Alfa yazsaq. Burada bir beta yazaq. Daxili çarpaz bucaqların xassəsinə əsasən. Daxili çarpaz bucaqlar deyəndə, bax, diqqətlə baxsaq, bu hissəni nəzərdə tuturam. Bax, burada bir Z hərfi görürük. Bura alfa plus betadırsa, burada olacaqdır alfa plus beta. Yəni, hansı bucaqlar? Bucaq BCN konqruentdir bucaq CND-yə. Daha sonra, buranı bir A ilə ifadə edək, buranı bir B ilə ifadə edək, buranı bir C ilə ifadə edək. Bu tərəfə bir X deyək. Mən bax bu üçbucağı, gördüyünüz bax bu üçbucağı keçirdəcəm bax bu tərəfə. Bura alfadır. Alfadır. Buranı keçirdiyimizə görə betadır. Alfa plus beta. Tərəfləri də gətirdik. Deyək, bura X tərəfi bura düşür, A tərəfi bura düşür, C tərəfi isə bura düşür. Diqqətlə baxsaq, hansı üçbucaqdır? Burada M yazaq. Burada B düşür də belə. Bax, bu üçbucağa diqqətlə baxsaq, bax bu üçbucağa. Oturacağı bitişik bucaqları bərabərdir. Üçbucaq N, C, M-də bucaq N bərabər olacaqdır bucaq C-yə. O da bərabərdir alfa plus beta-yə. Baxın, diqqətlə baxın, bax bu bucaqlar bir-birinə bərabərdir. Oturacağı bitişik bucaqları bərabərdirsə, bu üç bucağın yan tərəfləri bir-birinə bərabərdir. C buradan bərabərdir A üstə gələk B-yə.
Z'nin yerində S'm durur. A'nın yerində B'm durur. B'nin yerində isə N də durur. İspat olundu. 22-ci sual. Verilir romb. Bucaqların bərabərliyi verilib. Verilənləri artıq yaza bilirsiniz. CAD bərabərdir YDS-yə. YDS. Bura bir alfa deyirəm. Burada bir alfa deyirəm. Rombun xassəsinə əsasən rombun diaqonalı onun bucağının tənbülənidir. Burada alfadır, burada alfadır, burada alfadır. Onda alırıq ki, üçbucaq D, Y, S bərabər yanlı. Bərabər yanlı. Yəni, DY bərabər olacaqdır SY-yə. Bu xəssəni əlimizdə tutaq. Bura bir x-dirsə, burada x-ə bərabər olacaqdır. Üçbucağın xarici bucağı. Hansı üçbucağın xarici bucağı? Misal üçün, SYD xarici bucaqdır. SYD yox. AYD, bucaq AYD xarici bucaqdır. Xarici bucağın xəssəsinə əsasən bucaq AYS, bax bu, AYD. Bax bu bucaq AYD bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Bərabərdir 2 alfaya. Bura yazıram 2 alfa. Bax bu üç bucağı kəsib çıxartsam, bax bu üç bucaqda. Demək, bura alfadır, bura 2 alfadır, burada 90 dərəcə. 3 alfa bərabərdir 90, alfa bərabərdir 30 dərəcə. Bura verir bizə 30 dərəcə. 30 dərəcəlik bucağın xəssəsinə əsasən 3 bucaq ADY'də düz bucaqlı 3 bucaqdır. 3 bucaqdır. AY bərabərdir 2B YD'yə bərabərdir. 2 vurulsun YD'yə bərabərdir. 2 YD'yə bərabərdir. Bura bir x-dirsə, burada x-dir. Onda bura olacaqdır 2x. Deməli, AY bərabərdir 2x. SY bərabərdir x-ə. AY-nin YS-yə nisbəti bərabərdir 2x bölünsün x, o da bərabərdir 2-yə. İspat olundu. 23-cü sual. Trapesiyada diaqonalar iti bucağının tən bölənidir. Verilir trapesiya. Diaqonalı iti bucağının tən bölənidir. Alfa, alfa. A, B, C, D. İti bucağının tən bölənidir. Daxili çarpaz bucaqların xəssəsinə əsasən bucaq CAD konqurentdir bucaq BCA-ya. Yəni, bura alfadırsa, burada alfaya bərabərdir. AC ilə CD də bərabərdir. Bərabər yanlı üçbucağın xəssəsinə əsasən, bax bu ACD bərabər yanlıdır deyə, bucaq CDA bərabərdir bucaq CAD, o da bərabərdir alfaya. Burada alfaya bərabərdir. Bərabər yanlı üçbucaqdır. Bir üçbucağın iki bucağı, digər üçbucağın iki bucağın oxşardırsa, yəni BB əlamətinə əsasən üçbucaq ABC oxşardır. ABC üçbucağı oxşardır. ACD üçbucağına oxşardır. Üçbucaq ACD. Oxşar fiqurların tərəfləri nisbəti sabitdir. Deməli, B-nin qarşısındakı tərəf AC-nin AD-yə nisbəti bərabərdir. Daha sonra alfanın qarşısındakı AB-nin alfanın qarşısındakı CD-yə nisbəti
bərabərdir. Deməli, AB'nin alfanın qarşısındakı CD-yə nisbəti, digər alfanın qarşısındakı BC-nin digər alfanın qarşısındakı AC-yə nisbəti. Bu ikisinin bərabərliyini bir götürsək, bax bu hissələri bərabər götürsək, burada verir bizə AC-nin kvadratı bərabərdir AD vurulsun BC-yə. Burada da isbatı tələb olunan CD-nin kvadratı istəyir. Biz bilirik ki, AC ilə CD bərabər yanlı üçbucaqdır. Yəni AC CD-yə bərabərdir. Onda AC-nin də yerinə yazsaq, CD-nin kvadratı bərabərdir AD vurulsun BC-yə. İsbat olundu. 24-cü sual. ABCD trapesiyasında BC paraleldir AD-yə. AD-yə paraleldir. D-yə perpendikulardır AB-yə. D-yə perpendikulardır AB-yə. YS bərabərdir CD-yə. Verilir. ABCD trapesiya YS bərabərdir CD-yə. Daha sonra YD perpendikulardır AB-yə. İsbat etməliyik ki, AD bərabərdir 2BC-yə. İsbatı. Mən paralel bir düzxət çəkirəm BC-dən. Bura bir K ilə ifadə edirəm. Paralel düzxətlər, diqqətlə baxsaq, bax bu düzxətlər paraleldir. Paralel düzxətlərə perpendikular, bax birinə perpendikular olan düzxət digərinə də perpendikular olacaqdır. Deməli, CD-yə eyni zamanda perpendikulardır SK-yə. Bərabər yanlı üçbucağın xassəsinə əsasən oturacağı çəkilmiş hündürlük həm median, həm tənbələndir. Yəni, bura bir x desək, burada x-ə bərabərdir. Bərabər yanlı üçbucağın xassəsinə əsasən median həm tənbələn, həm də hündürlüyə bərabərdir. Fales teoreminə əsasən burada A yazsaq, B yazsaq, burada A-dır, bu da A-ya bərabərdir. X-in X-ə nisbəti bərabərdir A-nın B-yə nisbətinə. Buradan da alırıq ki, A bərabərdir B-yə. A B-yə bərabərdir. Bax, bu hissəyə bərabərdir. B-nin də yerinə onda A yazırıq. Buradan da alınır ki, AD bərabərdir 2A-ya. A-mız da BC-yə bərabər olduğundan AD bərabərdir 2BC-yə. İsbat olundu. 25-ci sual. Müstəvi üzərində olmayan M nöqtəsindən MC perpendikuları qaldırılmışdır. Deyək ki, MC perpendikular qaldırılmışdır. Yəni, perpendikulardır. Və MA, MB mayları çəkilmişdir. MA maylı çəkilib, MB maylı çəkilib, A maylidir, bu da B maylidir. Və AD, BD düzxətləri keçirilmişdir və onlara perpendikular AD. AD perpendikuları çəkilib və BD perpendikuları çəkilmişdir. Həmin düzxətlərə. AD BD perpendikuları keçirilmişdir. Mayların proyeksiyaları perpendikular olarsa, bu mailin proyeksiyası, bax, AB-nin proyeksiyası, bax, budur.
AM'in proyeksiyası isə budur. Deyir, mayələrin proyeksiyası perpendikulardır. 3 perpendikular teoreminə əsasən bu düz xətlər bir-birinə perpendikulardırlar. Deməli, AB perpendikulardır BC'ye, perpendikulardır AD'ye. Buradan da alırıq ki A, B, C, D düz bucaqlıdır. İspat olundu. 26. sual. Düzgün dörtbucaqlı piramidanın hündürlüğü ortasından oturacaq müstəvisinin paralel müstəvi keçirilmiştir. Düzgün dörtbucaqlı piramida. Hündürlüğün ortasından paralel müstəvi keçirilmiştir. Təpə nöqtəsi verilmiş piramidanın oturacağının mərkəzində, oturacağı isə müstəvi ilə kəsiyə bərabər olan piramidanın həcminin, bax bu piramidanın həcminin, böyük piramidanın həcminin 8'də 1 hissəsini təşkil etdiyini ispat edin. V1 desək, V1 bərabərdir 8'də 1 V. Bunu ispat etmemizi tələb edir. Hündürlüğün ortasından deyir. Deməli, bura H bölünsün 2'dir. Burada H bölünsün 2'dir. Kiçik piramidanın həcmi. Piramidanın həcmi V bərabərdir 3'də 1 S oturacaq vurulsun H. İkinci piramidanın diqqətlə baxsaq oxşarlıqdır da. Böyük piramida. Bax bu sahənin digər sahəyə nisbət S1 deyək. Böyük sahənin isə böyük oturacağı isə S deyək. S1'in S-ə nisbəti bərabərdir 1'in 2'yə nisbəti. Bax bunun kiçik hündürlüyün böyük hündürlüyə nisbəti 1'in 2'yə nisbətinin kvadratına bərabərdir. Olur S1 bölünsün S2 bərabərdir 1 bölünsün 4. Deməli S2 deməyək də S deyək. S bərabərdir 4K, kiçik S1 bərabərdir 1K'ya bərabərdir. İndi həcmlərin nisbətini də bax. Böyüyün həcmi budur. S oturacağa verək burada 4K. V böyüyü hesablayaq. V böyük piramidanı hesablayaq. 3'də 1 S oturacaq. Vurulsun H. S oturacağımız 4K'dır. S oturacağın yerine yazıram 4K. V kiçik bərabərdir 3'də 1 S oturacaq K vurulsun H'ımızda H bölünsün 2'yə bərabərdir. İndi bu figurların nisbətlərini tapaq. V kiçik bölünsün V böyük bərabərdir. 3'də 1 K vurulsun H bölünsün 2. Məxrəcdə 3'də 1 4K vurulsun H bərabərdir. 3'də 1'ləri ixtisar aparsaq, H'ları ixtisar aparsaq, K'lar da ixtisar gedir, bərabərdir 8'də 1'ə. Düzgün cavabımız 8'də 1. İspat olundu. 27. sual. Sinus alfa plus gamma bölü 2 bərabərdir kosinus beta bölünsün 2. Yarım arqument düsturundan istifadə edərək yazıram belə. 1 çıxılsın kosinus alfa plus gamma bölü 2 bərabərdir 1 plus kosinus beta bölünsün 2 kökün içində.
Biz bilirik ki, üçbucağın bucaqları cəmi 180 dərəcəyə bərabərdir. Buradan beta bərabərdir 180 dərəcə çıxılsın alfa plus qammaya. Hər tərəfi sağlı sollu kosinuslasam, kosinus beta bərabər olacaqdır. 180 minus alfa düşür ikinci rübə, işarəsi dəyişir olur mənfi. Kosinus 180 saat dəyişmir. Kosinus alfa plus qammaya bərabər olur. Demək ki, mən bu ifadədə, bax burada kosinus betanın yerinə kosinus alfa, mənfi kosinus alfa plus qamma yazmalıyam. 1 çıxılsın kosinus alfa plus qamma bölü 2 bərabərdir kökdə 1 çıxılsın, çünki mənfi əlavə edirəm axı. 1 çıxılsın kosinus alfa plus qamma bölünsün 2-yə bərabərdir. İspat olundu. 28-ci sual. İspat edin ki, A tərəfinə bitişik bucağı alfa beta olan, A tərəfinə bitişik bucağı alfa beta olan 3 bucağın sahəsi bu ifadəyə bərabərdir. Üçüncü bucağı bir qamma ilə ifadə edək. Buradan qamma bərabərdir 180 dərəcə çıxılsın alfa plus betaya. Sağlı sollu sinuslasaq. Olur belə. Sinus qamma bərabərdir 180 isə ad dəyişmir, ikinci rübə düşür, sinus müsbətdir, ad dəyişmir, qalır sinus alfa plus beta. Deməli, sinus qammamız sinus alfa plus betaya bərabərdir. Mən bu məsələnin həllində sinuslar teoremindən istifadə edəcəyim. A bölünsün sinus alfa, bərabərdir B bölünsün sinus beta, bərabərdir C bölünsün sinus qamma, o da bərabərdir 2-yə. Mən bu iki bərabərliyi götürəcəm. Bura bir B tərəfi desək. Demək, olur belə. A bölünsün sinus qamma, A-nın qarşısındakı, B bölünsün sinus beta. Buradan da B-ni tapsaq, çarpaz vursaq, B bərabərdir sinus qamma məxrəcdə olur, A sinus beta. Üçbucağın sahəsini tapmaq üçün məsafə düsturunu 2-də 1 AB sinus alfadan istifadə edəcəyim. Bax, iki tərəf, B tərəfi, A tərəfi və arasındakı bucağa görə sahə düsturu. S bərabərdir 2-də 1. A-nın yerinə A yazıram, B-nin yerinə. B-nin yerinə artıq bax bu ifadəni yazacağım. B-nin yerinə yazıram A sinus beta bölünsün sinus qamma A, B, bir də sinus alfa. Düsturda yerinə yazıram. Bax, bu sinus alfanı da buraya yazıram. Bərabərdir. S bərabərdir. S bərabərdir 2 məxrəcdə olur. Sinus qammanın da yerinə yazıram sinus alfa plus beta. Bax, bu ifadəni yazıram. Sinus alfa plus beta. Surətdə də olur A kvadratı sinus alfa sinus beta. İspat olundu. 29-cu sual. İspat edin ki, A tərəfinin qarşısındakı bucaq alfa, A tərəfinin qarşısındakı bucaq alfa və tərəfə bitişik bucaq isə beta olarsa, bucağın sahəsi bu ifadəyə bərabər olar. Bura bir qamma desək. Deməli, qamma bucağa bərabərdir 180 dərəcə çıxılsın alfa plus beta. Hər tərəfi sinuslasaq, olur sinus qamma bərabərdir ikinci rübdə müsbət, sinus 180 deyə ad dəyişmir, sinus alfa plus betaya bərabərdir. Bura bir beta yazsaq, B yazsaq, yenə sinuslar teoremini tətbiq edirik. A-nın qarşısındakı sinus alfa bərabərdir B-nin qarşısındakı sinus qamma. Buradan B bərabərdir. Çarpaz vursaq sinus alfa məxrəcdə A sinus qamma.
Üçbucağın sahə düsturuna görə S bərabərdir A2-də 1 AB sinus alfa. Sinus alfa artı olmayacaq, burada beta olacaqdır. İki tərəf arasındakı bucağa görə. S bərabərdir 2-də 1. A-nın yerinə A yazıram. B-nin yerinə A sinus gamma bölünsün sinus alfa vurulsun sinus beta. Sinus beta. Gətirsək indi gammanın da yerinə, bax bu ifadəni yazsaq sinus gammanın yerinə. İfadəmiz bu şəklə düşür. 2-də 1 A vurulsun A sinus alfa plus beta yazıram o ifadənin yerinə, vurulsun sinus beta sinus alfa. İfadəmiz bu şəklə düşür. 2 sinus alfa A kvadratı sinus alfa plus beta vurulsun sinus beta. İspat olundu.